Qafqaz Müsəlmanları İdarəsinin son press kurantına görə həcc ziyarətinin qiyməti $6100, yəni təxminən 10400 manata çatıb. Hansı ki, məsələn, 2018-ci ildə qiymət $4150, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın, az qala 50% artıb. Artıq heç kimə sir deyil ki, Azərbaycanda əksər sahələrdəki monopoliya məğlub edilməz və ölməzdir. Həcc ziyarətinin təşkilindəki monopoliya isə bu azarın mənəvi dəyərlərimizə, dinimizə, məzhəbimizə, bir sözlə iliyimizə qədər işlədiyinin göstəricisidir. Təbii ki, idarədən kimsə durub bahalaşmanı, şeyxin rəsxodları artıb, kimi daha real və həqiqətə uyğun səbəblə izah etməyəcək. Amma hər halda səbəb uydurarkən daha kreativ bəhanələr tapmaq olardı. Nəticədə cəmiyyətimizdəki zaten hökm sürən və getdikcə daha da dərinləşən varlı kasıb təbəqələşməsi dini çevrələrdə də özünü aşkar şəkildə təcəssüm etdirir. Rüşvət alan, xalqın malını talayan, ev yıxan, müğənni saxlayan həcilərin sayı varlığını Allaha təslim edən gerçək həci dindarlarımızı əzə-əzə üstələyir. Daha ətraflı məlumata aspolitika.info saytından əldə edə bilərsiniz.